Leyla xanım, kist hər zaman əməliyyat deməkdir. Xeyr, kistlər hər zaman əməliyyat demək deyil, yenə də kistin ölçüsündən və xarakterindən asılıdır. Yəni funksional kistlər adətən öz-özünə keçib gedir. Kistlərin partlaması təhlükəlidir. Kistlərin partlaması bəli, təhlükəli bir tibbi haldır. Belə ki, kistlər partlayan zaman kəskin ağrı, eyni zamanda daxili qanaxma yarana bilər. Xəstənin halı pisləşə bilər. Ona görə də mütləq şəkildə belə bir hal müşahidə olunarsa həkimə müraciət etməlisiniz. Bəs kist hamiləliyə mane olur? Hər zaman hamiləliyə mane olunmur. Xüsusən də əgər ölçüsü kiçikdirsə, funksional kistlərdirsə, bunlar adətən hamiləliyə mane olmurlar. Ağrı verə bilərmi? Bəli, ağrı verə bilər. Qarnın aşağı, sağ və ya sol tərəflərində bəzən ağrı müşahidə olunur. Bu da əsasən böyük ölçülü kistlərdə baş verir. Ultrasəs müayinəsi olmadan kisti bilmək olar. Xeyr, kistin diaqnostikasında əsas üsullardan biri ultrasəs müayinəsidir və biz bununla diaqnozu dəqiqləşdiririk. Kisti bitki və ya dərmanla əritmək mümkündür. Funksional kistlər adətən 2-3 aya öz-özünə keçib gedir. Lakin digər kistlər, məsələn, endometriomalar, şokolad kisti adlandırdığımız və sairə kistlər isə adətən sorulmurlar. Heç bir dərman müalicəsi və yaxud da bitki tərkibli dərmanların xeyri yoxdur. Ən çox yaranma səbəbi nədəndir? Müxtəlif səbəbləri vardır. Məsələn, endometrioz səbəb ola bilər, ovulyasiya pozğunluqları səbəb ola bilər, hormonal pozulmalar səbəb ola bilər. Yenə də səbəbi dəqiqləşdirib ona uyğun müalicə yazılmalıdır.